ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد Riyad-ı Salihinde kasıb müsəlmanların ve əlatsız müsəlmanların üstünlüğü hakkında olan babdayıq. Həmən babda Hərith ibn Vahbin radiyallahu anhudan gələn rəvayətdə Hərith ibn Vahbin radiyallahu anhu deyir ki, Səmi'tu Rasulullah sallallahu aleyhi və səlləm yəqul. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Ələ uxbirukum bi əhl-i cənnə. Sizə cənnət əhlindən xəbər verimmi? Və yaxud verməyimmi? Kulli dəifin mutədəifin. Peyğəmbər s.ə.v buyurur ki, cənnət əhlini sizə xəbər verirmi? Onlar hər bir zəif, yəni sayılmış seçilməyən insanlar tərəfindən zəif görülən kimsələrdir. Ləv əqsəmə aləllahi ləəbərrahu. Əgər o kimsə Allaha and içərsə, Allah Teala onun andını yerinə yetirər. Allah Teala onun andını yerinə yetirər. Ələ uxbirukum bi əhlin-nar. Sizə cəhənnəm əhli barəsində xəbər verməyimmi? Kulli utullun cəvvazin müstəkbirin. Peyğəmbər s.ə.v buyurdu ki, o cəhənnəm əhli, onlar, yəni hər bir kobud, sərt, təkəbbürlü insanlardır. Hər bir kobud, sərt və təkəbbürlü insanlardır. Bu hədis, niyə İmam Nawavi rəhməhullah bu hədisi gətirib? Çünki babla bağlantısı var. Zəif müsəlmanların və aşağı olan müsəlmanların fəziləti, yəni babında bunu gətirib. Peyğəmbər s.ə.v hədisdə buyurur ki, Ələ uxbirukum bi əhl-i cənnə. Sizə cənnət əhlindən xəbər verimmi? Kulli dəifin mutədəifin ləv əqsəmə aləllahi ləəbərrahu. Hər bir zəif və yaxud insanlar tərəfindən zəif görülən, yəni hər bir kəs cənnət əhlindəndir. Əgər Allaha and içərsə, Allah Teala onun andını qəbul edər. Şeyx deyir ki, yəni bu cənnət əhlinin əlamətlərindəndir. İnsan zəif ola bilər və insanlar tərəfindən zəif görülə bilməsi, zəif görülə bilər. Yəni, lə yəhdəmu mənsabihi əvcəhi. Yəni, o insan yəni özünün hörmətli olmasına görə, mənsablarına görə, yığdıqları mallarına görə əhəmiyyət qoymaz. Və yaxud da dünyada uca mənzillərə çatmasına məhəl qoymaz. Lakin deyir, o öz-özlüyündə zəif və insanlar tərəfindən zəif görüləndir. Lakin bu ilə yanaşı nə istəmir? Tanınmaq istəmir. İnsanlar tərəfindən ona baxılmasını istəmir. Çünki o bilir ki, mühüm olan onun Allah qatında hörmətli olmasıdır. Mühüm olan qövmünün içərisində, onların içərisində yəni üstün olması, əzəmətli olması, şərəfli olması deyil. Lakin o bilir ki, görür ki, yəni ən mühüm olan şey nədir? Allah qatında uca böyük bir mənzildə olmaqdır. Və buna görə ahirət əhli görürsən ki, onlar dünyada keçirdikləri şeylərinə görə məhəl qoymazlar. Əgər dünyadan hər hansı bir şey onlara gəldikləri zaman onu qəbul edərlər. Əgər dünyadan hər hansı bir şey itirdikləri zaman ona məhəl qoymazlar. Çünki onlar bilirlər ki, görürlər ki, yəni Allah istədiyi şey olur. İstəmədiyi şey də olmur. İşlər Allahın əlindədir. Və halın dəyişməsi də məhələ görədir. Yəni, mənası odur ki, لا يمكن رفع ما وقع ولا دفع ما قدر إلا بأسباب الشرعية التي جعل الله Teala sebeben. Yəni baş verən bir şeyin qaldırılması və ya təqdir olunan bir şeyin dəf edilməsi yalnız şəri səbəblərlə, Allah Teala'nın səbəb tutduğu, səbəb qoyduğu şəri səbəblərlə mümkündür. Hədisdə hədisdə keçdi ki, ləv əqsəmə ələllahi ləəbərrahu. Əgər Allaha and içərlərsə, Allah Teala onların andını
təmizə çıxarar. Yəni onların andını qəbul edər. Yəni Allah Taala'ya bir şeydə and içərlərsə, Allah Taala onun işini onun üçün asanlaşdırar. Salam aleyküm. Aleyküm. Hətta and içildiği şey onun üçün nəyə and içmişsə o üçün onun o and içdiği şey həyata keçirirlər. Yəni yahlifən insan ələ şeyin diqqətini bilir. Yəni bu da insanın Allahla olan bağlantısına, insanın yəni Allahla olan and içməkdəki bağlantısına bağlıdır. Yəni savabını Allahdan ummasına bağlıdır. Yəni belə olarsa Allah Teala onun andını həyata keçirər. Amma o kəs ki deyir, and içir ki o Allahın rəhmətini yəni özünə məxsuslaşdırmaq üçün, yəni özünü ucaltmaq üçün bu zaman deyir bu insan rüsvay olar. Ona görə şeyx deyir ki bu ikisinə deyir iki dənə misal çəkir. Birinci misal deyir Enne Rabi'a binti Nadir radiyallahu anha ve hiye minen ensar. Yani Er-Rabi'a, Nadir'in kızı olan Er-Rabi'a radiyallahu anha ve ensarlardan idi. Yani ensarlardan olan bir cariyenin dişini sındırır. Bu mesele gelir Peygamber sallallahu aleyhi ve selleme çatır. Ve Peygamber sallallahu aleyhi ve sellem de diyor ki Rabi'in dişi sındırılsın. Allah Teala ayetine esasen. Yerhamdülillah. Allah Teala buyuruyor ki: "Ve ketebna aleyhim fiha ennen nefse bin nefs." Biz Tevrat'ta onlara vacip ettik ki nefse kısas olarak nefsdir. Dişe diştir. Kana kandır. Bu formada. Hemşire hadiste ayette geçiyor ki: "Ve sinne bis sinni." Dişe diş. Dişi sındırılıp onun da dişi sındırılmalıdır. Fekale ahuna Enes ibn Nadir. Yani onun kardeşi yani Enes ibn Nadir radıyallahu anh diyor ki vallahi ya Resulallah la tukasser seniyyetur Rabi'. Rabi'in dişi sındırılmayacak. Vallahi ya Resulallah Rabi'in dişi sındırılmayacak. Peygamber sallallahu aleyhi ve sellem ki ey Enes Kitabullah el-Kısas. Allah'ın kitabı kısastır. Kısas almaktır. Fekale vallahi la tuksa seniyyetur Rabi'. Deyir ki Rabi'in gene Enes İbn Nadir tekrar ediyor. Deyir ki Rabi'in dişi sındırılmayacak. Mesele bir ağır mesele değil. Ha. Deyir ki bunun sebebiyle Enes yani İbn Nadir radıyallahu anhu bunu and içir. Bu Allah'ın hükmünü Allah ve onun Resulünün hükmünü reddetmeye göre değildir. Lakin bu yani ona ve emin idi ve bacarasıydı ki gelip onun ehliyle danışsın ve onları razı salsın. Bundan emin idi. Ve elə də edir. Gedir onlarla danışır ve onlar onu bağışlayırlar. Ve bir rivayette gelip diye götürürler, bir rivayette gelip vapşi onu diye de götürmürlər. Bağışlayırlar. Enes ibn Nadir'e göre. Necə dua edirsə, necə and içirsə, Allah Teala o andına göre onun için asanlaştırır. Çünkü o, yani o meselede neydi? Emin idi. Meselede emin idi. Allah'ın ve Resulünün hükmü reddetmeye göre değildi. Bu sebepten de Allah Teala onun işini asanlaştırdı. Ve görürsen ki deyir ki o cariyenin ehli, yakınları kısas almağı bağışladılar. Peygamber sallallahu aleyhi ve sellem bu zaman dedi ki inne min ibadillah men lem aqsam Allah eberrahu. Allah'ın kullarının içerisinde elə kullar var. Allah'a and içtikleri zaman Allah Teala onların derhal andını yerini. Yani onların and içtiklerini onların işlerini asanlaştırar. Enes ibn Nadir nedir? Getdi, danıştı. Söhbəti həll elədi, elhamdülillah. Yani o da tabii ki şək yoktur ki onun yani Allah işti andına görəydi. O kadar Allah sadiq idi ki ve Allah Teala o andına göre onun işlerini asanlaştırdı. Burada da şək olmayan şeylerden de o idi ki yani burada həmil yükü daşıyan kim idi? Enes ibn Nadir idi. Yani onun deyir Allah'la olan yani o güclü ümidiydi. Allah'a olan güclü ümidiydi. Ve Allah Teala da onun güclü ümidine göre yani o Rabi'nin yani bacısı o Rabi'nin dişinin sındırılmasına mani olan sebepler onu asanlaştırdı. O elə elədi ki o
düzdü qoşdu da bütün şey. Bütün şey öz başına düzdür. Sadəcə bu səbəb kimi oldu. Bəzən olur. İnsan o qədər Allahla yəni bağlantısı, ümidi olur ki, görürsən işlər düzəlir. Keçən dəfə dünən Eldən Rahim Allah'ın söhbətini elədik. Yəni bəzən görürsən elə olur yəni. İkinci misal orada hədisdə iki nəfərə misal çəkildi də. Yəni biri kim idi? Hədisdə keçirdi ki, yəni zəif və insanlar tərəfindən zəif olan kəs cənnət əhlindəndir. Və ikincisi kobud, sərt və təkəbbürlü olan isə Peyğəmbər s.ə.v ki, cəhənnəm əhlindəndir. Birinciləri vəsflərində Peyğəmbər s.ə.v nə dedi? Yəni onlar zəif və insanlar tərəfindən zəif görülənlər, yəni dünyaya məhəlq olmayanlar, yəni işləri ancaq Allahla münasibətlərini güclənirlər. Onlar deyir, Allah'a and içərlərsə, Allah da onların işlərini asanlaşdırar. İkinci qism o idi ki, yəni Allah'a ucalmaq baxımından, yəni təarrüd, buna belə deyək, yəni zid olmaq baxımından and içirlər. Yəni və Allah Teala belə insanları deyir ki, yəni rüsva eləyir. Və buna misal olaraq deyir bir kişi, yəni Allah'a itaat edən, ibadət edən bir kişi hər dəfə deyir, asi olan bir kişinin yanından keçdiyi zaman onu asilik üzərində görərdi və deyərdi ki, vallahi la yaghfirullah li filan. Allah'a and olsun ki, Allah filan kəsi bağışlamadı, bağışlamayacaq. Yəni bu dil öz-özlüyündə özünü üstün görür ondan. Ona görə də deyir ki, Allah filan kəsi bağışlamayacaq. Yəni elə bir ki, Allahın fəzilətini, rəhmətini xaslaşdırır müəyyən insanların üzərində. Və Allahın rəhmətini Allahın qullarından uzaqlaşdırdı. Və Allah Teala yəni filan kəsi bağışlamayacaq bu günahına görə. Çünki daima onu o günah üzərində görürdü. Və Allah Teala deyəcək ki, o yəni məni and içərək, məni and tutaraq, and içərək gələn kəs kimdir ki, mən filan kəsi bağışlamayacaq mənim adımdan. Mən deyir, o kəsi bağışladım və amma deyir, sənin əməliği batil elədi. Sənin ibadətləriği. Yəni bu ilə bunun arasında bir fərq var. Aydın oldu? And içir ki, Allah onu bağışlamayacaq. Özünü nəyə görə? Özünü ucub görürdü. Yəni özünün əməllərini üstün görürdü və Allah Teala özünü bu əməllərinə görə bağışlayacaq. Amma onu bağışlamayacaq. Allahın rəhmətindən onu uzaqlaşdırmışdı. Amma hədisdə deyən ki, Peyğəmbər s.ə.v yəni hər bir zəif və yaxud insanlar tərəfindən zəif görünən, yəni cənnət əhlindəndir, cənnət. Onlar and içdiklərini Allah Teala onların adlarını qəbul edər, yəni özlərini aşağı görərlər. Dünya işlərindən hər hansı bir şeyə görə məhəl qoymazlar. Dünya işlərindən hər hansı bir işə görə və yaxud da ki, yəni insanların gözündə hər hansı bir məqsədə, hər hansı bir mənzilə çatmağa məhəl qoymazlar. Onlar bilərlər ki, yəni onların dərəcəsi Allah qatındadır. Yəni varsa dərəcə, varsa üstünlük, insanın Allah qatında olan üstünlüyüdür. Əgər insanın Allah qatında üstünlüyü yoxdursa, o insanın dünyada hər hansı bir üstünlüyünün bir faydası yoxdur. Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnne əkramakum indallah ətqakum. Sizin Allah qatında ən hörmətliniz Allahdan ən çox qorxanınızdır. Allah qatında ən hörmətliniz Allahdan ən çox qorxanınızdır. Deməli, insanın Allah qatında hörməti nə iləndir? Təqva iləndir. Təqva. Həmçinin Peyğəmbər sallallahu sözü ki, İnnə min ibadillah. Həmçinin Allahın qulları içərisində elə bir qullar var. Burada min təbiidiyyədir. Yəni, Allahın qulları içərisində elə bir qullar var ki, onlar and içdikləri zaman Allah Teala onların andına görə onların işlərini asanlaşır. Nəyə görə? Çünki Allah qatında onların nəyi var? Bir ümidi var o şeyə. O bilir özünün Allah qatında hörmətini. Və istəyir ki, bilir ki və həmçinin buna ümidi də var. Ki Allah Teala bunu yerinə yetirəcək. Sonra Peyğəmbər s.ə.v buyurdu ki, Ələ uxbirukum bi əhlinlər. Sizə cəhənnəm əhlindən xəbər verməyim. Yəni, cəhənnəm əhlinin əlamətlərindən nədir? Kullu utillin cəvvadin müstəkbirin. Yəni, hər bir kobud, sərt və təkəbbürlü olan kəs cəhənnəm əhlindəndir. Yəni, cəhənnəm əhlinin sifətlərindəndir ki, kobudluq, sərtlik, təkəbbürlük.
Gərək insan nə olsun? Yumuşaq olsun. Həlim olsun. Sade olsun. Həlim olsun. Kobudluq, yəni təkəbbürlük bunlar heç vaxt xeyir gətirmir. Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anh nə deyir? Deyir, yumuşaqlıqla olunan hər bir iş gözəlləşər. Başqa rəvayətdə deyir ki, Allah yumuşaqlıqla olunan hər bir işi sevir. Allah yumuşaqlıqla olunan hər bir işi sevir. Xüsusən də ata övladlarına qarşı, ər zövcəsinə qarşı. Çox vaxt belə şeylərdə kobudluq olur. Gərək insan bu şeylərə fikir versin. Çünki bu cəhənnəm əhlinin sifətlərindəndir. Cəhənnəm əhlinin sifətlərindən. Utullun mənası odur ki, yəni şeyx deyir ki, yəni kobud, sərt, hətta o dərəcədə sərt ki, qəlbi daşlaşıb. Daşlar kimi və yaxud daşlardan da daha sərt olub. Və amma cavvazın müstəkbir sözünə isə alimlər deyiblər ki, yəni təkəbbürlü, yəni sərt sözünə alimlər deyiblər ki, nə? Yəni bu barədə çoxlu təfsirlər deyiblər. Yəni bir sözlə cavazın müstəkbir o kəsə deyilir ki, yəni mal toplayır və vacib olan mala da mani olur. Əslində ona vacib olan mal var da, verməsi vacib olan var. Onlara da vermir. Zəkatı var, qonşu haqları var, obisi var, bubisi var. Bu formada. Və zahir odur ki, şeyx deyir ki, cavvaz o kəsə deyilir ki, o kişidir ki, yəni başına müsibət gəldiği zaman səbir etmir. Bu formada və həmçinin özünü deyir ki, yəni bu şeyin özünə toxunulmasında özünü, yəni ən üstün toxunulmamasında özünü ən üstün görənlərdəndir ki, bu şey mənə toxuna bilməz. Və buna misal olaraq deyir ki, o bir kişinin qissəsi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm birlikdə döyüşlərdə olan bir kişinin qissəsi, o deyir ki, elə döyüşüdür, şücaətli idi. Şücaətli idi. Lakin elə döyüşürdü Peyğəmbər sallallahu əleyhi və səlləm onun haqqında buyurdu ki, yəni bu şəxs cəhənnəm əhlindəndir. Və bu deyir, sahabələrə ağır gəldi. Və dedilər ki, bu necə cəhənnəm əhlindən ola bilər? Bugün bunun kimi xeyirlər, əcillər qazanan görmədik. Çünki elə vuruşurdu. Sümmə qalə racul. Sonra deyir ki, hansı bir kişi deyir ki, Allaha and olsun ki, mən o kəsi izləyəcəm. Allah Resulü sallallahu əleyhi və səlləm deyibsə, onun halı necə olur? Necə olmalıdır? Və onu izləyir. Həmən o şücaətli kişiyə düşmən tərəfindən bir ox dəyir, həmən döyüşdə. Və deyir, ona səbir eləmə aciz qalır. Və deyir, yəni qılıncını yerə qoyur və sinəsi üzərində qılıncının üstünə yatır. Və hətta deyir, qılınc onun arxasından çıxır. Və bu səbəbdən də deyir, özünü öldürür. Və həmən şəxs Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gəlirdi ki, ey Allahın Rasulü, mən şəhadət verirəm ki, həqiqətən sən Allahın Rasulusan. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, nəyə görə bunu deyirsən? Çünki deyir, o kişi, sən o cəhənnəm əhlindən dediyin o kişi belə elədi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm onda deyir ki, İnnə rəculə lə ya'mələ bi əməl əhli cənnə fīmə yəbdu linnəz və huve min əhlinnər. Yəni bir kişi ola bilər ki, cənnət əhlinin əməli ilə əməl işləsin, amma o cənnət əhlinin əməlini insanlara göstərmək üçün eləsin. Və o deyir, cəhənnəm əhlindəndir. Cəhənnəmə. Çünki əməlini riya üçün edirdi. İnsanlara göstərmək üçün içində nə şücaətli oğlandır, nə şücaətli döyüşkəndir. Ona görə niyyət mühümdür. Niyyət mühümdür. Sən deyir, bu kişiyə bax, şücaətli kişiyə bax. Görürsən, yaralandı və aciz qaldı və bu yaranı daşıya bilmədi və bu səbəbdən də deyir, özünü öldürdü. Bu səbəbdən də özünü öldürdü. Ona görə şeyh deyir ki, cavvaz o kəsdir ki, yəni başına müsibət gəldiği zaman səbir eləmir. Daimi inildiyir, hüzün içərisində olur, kədər içərisində olur, qəm içərisində olur və görürsən deyir ki, o Allah Taala'nın qoyduğu o qəza və qədərə etiraz eləyir. Yəni ona boyun əymək istəmir və Allahın Rəbb olmasına razı olmaq istəmir. Bu cavvaz sayılır. Başına müsibət gəldikdə bu halda olan. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, və əmməl müstəkbir. Həmin bu cəhənnəm əhlinin sifətlərindəndir. Yəni müstəkbir, təkəbbürlük edənə gəldikdə isə deyir ki, o təkəbbürlük edəndə iki dənə sifət də cəm olur. Birincisi, qamdun nəs, insanları özündən aşağı görmək.
Və bətrul haqq. İkincisi deyir, haqqı inkar etmək. Bu təkəbbürlü olanın sifətidir. Nəyə görə? O təkəbbürlü sayılır. Çünki insanları özündən aşağı görür və eynilikdə də haqqı inkar edir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, əl-kibru, yəni bətrul haqqı və qamdun nəs. Kibir nədir? Haqqı inkar etmək və insanlara yuxarıdan aşağı baxmaq. Yəni xor baxmaq. Və deyir ki, haqqı yəni inkar etmək, yəni onu rədd etmək və insanlara açmaq, yəni insanları bir sözlə özündən aşağı görmək, onlara xor baxmaq. Özünü, yəni belə də haqqın üzərində uca tutmaq, özünü məxluqların üzərində uca tutmaq. Yəni elə bir ki, yəni haqqa boyun əymir, məxluqa rəhim eləmir. Nəuzubillah. Bu deyir, cəhənnəm əhlinin sifətlərindəndir. Allah-u Teala'dan istəyirik ki, Allah-u Teala bizi də, sizi də yəni cəhənnəm əhlindən olmaqdan qorusun və həmçinin Allah-u Teala'dan istəyirik ki, bizi də, sizi də cənnətə daxil edən qullarından etsin. Subhanək Allahümə və bihəmdik və əşhədu ən la iləhə illallah nəstəğfurkə və